Hər birinizi ürəkdən salamlayırıq. Görüş səbəbimiz dəyişmir. Yenə də sizə regionlarda mövcud olan vakansiyaların bir neçəsi barədə məlumat verməyə gəldik. Odur ki, qeyd dəftərçənizi hazır edin, başlayaq. İlk vakansiya İrşad Electronics MMC-nin Biləsuvar rayon filialındandır. Filial direktor vakansiyası üzrə işçi axtarır. Təhsilin ali olması vacib deyil, amma mütləqdir ki, yaşınız 23-30 aralığında olsun. Bu vakansiya üçün maaş təklifi 400-800 manat aralığındadır. Daha bir vakansiya təklifi isə Aksis Bankın Bərdə filialındandır. Bank mikro və agro müştərilər üzrə təcrübəçi axtarışındadır. İş 5 günlük qrafiklədir. Onu da qeyd edim ki, bu iş üçün müraciət etməyi düşünürsünüzsə, ali təhsilin vacibiyyətini nəzərə alın. Yaşınız gərək 21-dən çox, 35-dən də az olsun. Maaş isə işə götürənlə vakansiya üzrə seçiləcək namizəd arasında razılığa əsasən təyin olunacaq. Yaşı 20-30 arasında olan, ali təhsili olmayan, həm də işsiz olan Qəbələ sakini. Bu təklif də əsl sənə görədir. Deməli, Qafqaz Qəbələ MMC nəzarət və buraxılış xidməti əməkdaşı axtarışındadır. İş üçün 400-450 manat aralığında maaş təklif olunur. Salyan Qida Məhsulları İstehsalat Kommersiya şirkəti isə ambardar axtarır. Bunun üçün ali təhsil tələb etmir. Amma yaş tələbi 18-65 yaş aralığındadır. Maaş isə razılaşma yolu ilə təyin olunacaq. Yevlaxda yerləşən Prime Cotton MMC isə fermerlər üzrə operator axtarır. Bu vakansiyanı özünüzə uyğun hesab edirsinizsə, gərək yaşınız 18-65 yaş aralığında olsun. Ali təhsil vacib deyil. Maaş təklifi isə 400 manatdır. Bu vakansiyaların hər hansı birinə müraciət etmək üçün ərazi üzrə regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşa bilərsiniz. Bu həftəlik bu qədər. Yeni vakansiyalarla görüşənədək özünüz də, işləriniz də həmişə yaxşı olsun. Hələlik.